Polşada iş axtarırsınızsa bu video sizlər üçündür. Bildiyiniz kimi ən son bu mövzu ilə bağlı video çəkmişdim, lakin işin ətraflı təfərrüatları haqqında ikinci videoda danışacağımı demişdim və bu videoda iş haqqında ətraflı məlumatlar verəcəm. Əsas məsələ maaşdan deyim. İlk növbədə maaş netto olaraq saatlıq 26-28 zlot olacaq. 3 növbəli iş rejimidir. Səhər, günorta, axşam, həftənin 5 günü iş, 6 bazar isə ev günümüzdür. Bəzən işin çoxluğundan asılı olaraq 6-cı gün iş günü kimi də ola bilər. Təbii ki, bu istəsəz işə gəlirsiniz, istəməsəz gəlmirsiniz, məcburi deyil. Lakin belə bir 6-cı günün iş zamanı bonusu var ki, bir qədər maaş, saat əmək haqqı bir neçə faiz normal iş saatından daha artıq olur. Qalmaq yerinə gəldiyimiz zaman burada isə hostellər olacaq. Aylıq 500-1000 zlot arası dəyişir. Təbii ki, qalacağınız otaqdan və şəraitdən asılıdır hostelin qiyməti. Yaşayış yerinizdən iş yerinizə məsafə təxmini 20-25 dəqiqəlıq yürüyüş məsafəsi olacaq. Yaş həddi 18-40 arasıdır. Dil bacarığı rus dili arzu olunandır, lakin rus dili və yaxud ümumiyyətlə dil bilmirsə, bu bir o qədər böyük problem deyil. Çünki hal-hazırda mən həmin işdə olduğum üçün sizlərə dil baxımından köməklik eləyəcəm. Yəni mənim fikrimdə bu çox böyük bir müsbətdir. Çünki dil bilmədən hər hansı bir Avropa ölkəsində iş tapmaq çox çətin məsələdir hal-hazırda. Ümumiyyətlə çətindir, lakin indiki dövrdə çox çətindir. Bununla yanaşı üstünlük Polşada hal-hazırda olan insanlara olacaq. Təbii ki, bu demək deyil ki, Azərbaycandan kimsə əgər Polşaya işləmək istəyirsə, gələ bilməyəcək. Yox, amma yenə də bu 3 nəfər arasından üstünlük hal-hazırda faktiki olaraq Polşada yaşayanlarda olacaq. Bu arada bugün ayın 8-i, ayın 20-sinə kimi müraciət edə bilərsiniz. 20-sindən sonra müraciətlərə baxılmayacaq. Xaricdə, Polşada və yaxud da hər hansı gələcəkdə digər Avropa ölkəsində işləməyi arzusunda olan, istəyi olan, niyyətində olan, xəyalından keçirən əgər kimsə varsa, yəni bu videonu da onlarla paylaşın ki, hal-hazırda bu olan, mənim fikrimcə çox yaxşı olan bu fürsətdən yararlana bilsin. Məndən bu qədər. Dediyim kimi ayın 20-sinə kimi müraciət eləyə bilərsiniz. 20-sindən sonra müraciətlərə baxılmayacaq. Kimin həqiqətən də işə ehtiyacı varsa, Allah Taala bu işi ona qismət eləsin deyək və bu videodan da məndən bu qədər. Özünüzdən müğayət, hələlik.